olsun değerli tamaşaçılar, əziz CBC Sport izləyiciləri. Bir neçə dəqiqə sonra Misli Premyer Liqasında 23-cü turun mərkəzi maçı start götürəcək. Təbii ki, söhbət Neftçi Turan Tovuz oyunundan gedir. Və futbolçular da hakimlərin müşayiəti ilə meydana daxil olurlar. Peşəkar Futbol Liqasının rəsmi himni sədalarında. Bəli, biz artıq heyətlərlə tanış ola bilərik. Başlayaq. Meydan sahibi Neftçidən qapıda 13 Kenan Piriç, 8 kapitan Emin Mahmudov, 15 Elvin Bedalov, 5 Igor Ribeiro, 18 İfyani Metyu, 9 Basala Sambu, 33 Breno Almeida, 70 Andrei Shtogrin, 11 İmat Faraj, 10 Freddy Vargas və 22 Luis Ortiz baş məşqçi Yuri Vernudov. Qonaq komanda Turan Tovuzun heyəti ilə tanış olaq. Qapıda 41 Sergey Samok, 29 Filip Ozoviç, 17 Rəhim Sadıxov, 11 Ayxan Hüseynov, 5 Rodrik Miller, 3 Enrique Silva, 23 Alejandro Serrano. Hər iki tərəf baş hakimin start fitini gözləyir. Beləliklə qarşılaşma başlayır. Hər iki komanda yoğurlar. İmat Faraj. Sol cinahdan gəlir Neftçi. İmat Faraj topladı. Sağına çəkdi, ötürməsini edir. Zərbə və top qapıdan aralı keçir. Zərbə gəlmədi. Orada toxunuş olsaydı bəlkə də top qapıdaydı. Oyunu ayaq süzülür. Bir daha baxaq epizodun təkrarına. Farajdan əla ötürmə, amma Breno Almeida'nın Emin'dən ötürmə gəlir. Zərbə gələcəkmi? Zərbə bloklanır. Neftçinin cəhdi davam edir. Ortiz ötürməsini edir və top uzaqlaşdırılır. Sol cinaha yüklənib yenə Neftçi. İmat Faraj ötürməsini edir. Cərimə meydançası istiqamətini ötürmə. Sambu! Basala Sambu! Top qapıdan az və qaralı keçir. Baxaq epizodun təkrarına. Ötürmə Sambu istiqamətinə idi, amma Sambu çərçivəyə düşə bilmədi. Neftçinin görüşdə yaratdığı ən real gol vəziyyəti demək olar buna. Cərimə zərbələrinin ustası Emin Mahmudov. Emin'dən ötürmə! Yox, bu zərbə idi. Top qapıdan aralı keçir. Bir daha baxaq. Samok barmaqlarıyla topu meydandan çıxarır. Serrano. Serrano'dan ötürmə gəlir. Təhlükəli idi bu hücum. İmat Faraj yerdə qalıb. Topu komandasına qazandırır Haydeson Udado. İrəli ötürmə keçmədi. Yenidən Emin Mahmudov topladı. Emin'dən ötürmə gəldi. Breno Almeida. Top qapıdan aralı keçir. Daha bir təhlükəli hücum izlədik Neftçidən. Hücumu Ortiz ötürmə edir Sambuya. Samok topu tutur. İmat Faraj topladı. Farajdan ötürmə gəlir. Başla zərbə. Yenə dəqiq olmur Breno Almeida. Beləliklə baş hakim Əliyar Ağayev ilk hissəni bitirir. Beləliklə ikinci hissə başlayır. Hər iki komandaya uğurlar arzu edirik. Alzaviçdən ötürmə gəlir. Top uzaqlaşdırıldı. Jorge Silva. Sağ cinahdan gəlir Turan Tovuz, ötürmə cərimə meydançası istiqamətinə. Başla zərbə və gol! Yenidən Shtogrin oynuyor. Shtogrin'dən ötürmə Abubakar və qapçı. Effektli bir zərbə alınardı. Baxaq təkrara. Banı ilə zərbə indirir Vensan Abubakar. Ayxan sol cinaha oynuyor. Enrique Silva birbaşa zərbə idi bu və Kenan Piriç topu tutur. Yenidən Murad Məmmədov. Murad ötürməsini edir. Abubakar və top qapıdan aralı keçir. Abubakarın zərbəsi, qarışıqlıq və topu meydandan çıxarmağa çalışırdı.
Roderick Miller amma alınmadı. Baş hakim saatına baxır və qarşılaşmanı bitirir. Turan Tovuz bu çətin görüşdən qələbə ilə ayrılmağı bacarır turun mərkəzi maçında.